Əli əleyhissalamı da Allah belə imtihan elədi. Əli əleyhissalamın da imtihanı buydu. Peyğəmbərin zamanı idi. Peyğəmbərin zamanı. Allah soruşur Peyğəmbər vasitəsilə, Əli hazırsan Allah yolunda döyüşəsən? Deyir baş üstə, elə hazıram. Döyüşüm, haqq yolunda vuruşum, razıyam tikə-tikə doğranım bu yolda. Razıyam. Bəli ilahi, baş üstə razıyam. Əlim meydana girirdi, döyüş meydanına. Ən həssas məqamlarda əlini yollayırdı Peyğəmbər. Döyüşlərdə at çıxardırdı. Peyğəmbərin yatağında uzanırdı ən həssas vaxtı. Döyüş müqəddəratını onun zərbələri həll edirdi. Əli döyüş meydanlarının qəhrəmanıdır. Həmin Əli ki, döyüş meydanında qılınc əlində dincəlir, Peyğəmbər vəfat eləyib. Əli, Zəhranı qorumağa hazırsan, canımı verərəm Zəhranın yolunda. Amma yox, imtihan başqadır, əmr dəyişdi. Gərək səbr eləyəsən, gərək dözəsən. Hamının gözü qabağında Zəhraya zülm olunacaq, sən gərək səbr eləyəsən. Bax gör nə ilə sınağa çəkir Əlini Allah. Fəzilətlə imtihana çəkir. Əli deyir baş üstə, razıyam. Amma Allah Əliyə rəhm elə. Necə səbr eləyəcək? Allah özün dadıma sat. Bir Yahudi var. Baxır, görür boynuna kəndir salıb aparırlar Əli əleyhissalam. Peyğəmbəri də görüb, Əlini də çox görüb Mədinədə yaşayır. İman gətirməmişdi, müsəlman olmamışdı. Bu səhnəni ki gördü, ixtiyarsız dedi, əşhədü ən la ilahə illallah. Mən müsəlman oldum. Mən bu qolları görmüşəm Xeybər qalasını alanda, fəth eləyəndə. Neçə min əskər bu qolu bağlayanmədi. Gör Allahın əmri necə dəyişib Əlini. Elə bil döyüş meydanlarında şücaət göstərən Əlidir. Necə Allaha bağlıdır. O cihad eləyəndə Allaha görədir, sakit oturanda da Allaha görədir. Əsl mömin nümunəsidir. Cihad kimi fəzilətdən imtina eləyim ilahi, Allah istəyim budur baş üstə. Özdə kimlə sınağa çəkir Allah Əlini? Fatimə ilə. Canından keçmək daha asandır, Fatimədən keçmək çətindir Əliyə. Çox çətindir. Seyid oxuyacaq, qəbri üstündə deyən, roza oxuyanda dedi, la xeyrə bə'dəki fil həyat. Dedi, səndən sonra da yaşamağın heç bir xeyri yoxdur, heç bir ləzzəti yoxdur. Məktub yazır onlara, o şəxslərə. Yazır, deyir, əgər danışsam, deyəcəksiniz ki, həsəddən danışıram. Paxıllıq eləyirəm. Yox, əgər sakit qalsam, deyəcəksiniz, Əli ibn Əbu Talib ölümdən qorxur. Ondan sonra deyir, əsla belə deyil. Mənim ölümə olan istəyim südəmər uşağın ana südünə olan istəyindən çoxdur. Mən o adamam ki, ölüm acısını Allahın düşmənlərinə mən dattırırdım. Döyüşlərdə ölümlə üz-üzə gələn adamam mən. Azca da olsun ölümdən qorxmayan, çəkinməyən mən olmuşam, görmüsünüz. Qaranlıq gecələrdə zülmət fitnəsinin qarşısında düşmənin bayrağın yerə endirən mən olmuşam. Peyğəmbərin üzündən qəmi aparan mən olmuşam. Zərbətü Əliyyin yevməl xəndəq əfsəl min ibadətis səqələyn. Əlinin bir zərbəsi Peyğəmbər buyurdu, insan və cinin ibadətindən üstündür. İndi həmin Əliyə Allah deyir ki, səbr elə, heç elə bil həmin adam deyir. Bax, mömin budur. Necə dəyişdi? Vəzifə dəyişdi, o da dəyişdi. Çünki cihad əmri verən Allahdır, səbr əmri verən həmin Allahdır. Eyni Allahdır. Amma çox çətin imtihandır. Özü deyir, boğazımda sümük, gözümdə tikan olan adamın vəziyyətindəydi. Çox çətin idi. Çox məzlum idi Əli. Kim başa düşər Əlinin məzlumiyyəti nə qədərdir?
xutbə oxuyur, biri qalxır, eyvay sən məzlumsan Əliyə deyir. Deyir, gəl yaxına, deyim sənə. Deyir, and olsun ki, səhraların qum dənələri qədər məzlumam, mənə zülm olunur. Heyvanların tükü qədər mənə zülm olunur. Xutbə oxuyurdu, axırda deyirdi, Peyğəmbər vəfat eləyən gündən mən məzlumam. Özü deyirdi. Fatimə də bu məzlumiyyətə dözə bilmirdi. Fatiməni yandıran Əlinin vəziyyəti idi. Ona görə fəryad ucalırdı. Bu günlərdə idi, gəldilər, dedilər Əliyə ki, Əli Mədinəlilər dedi, Fatiməyə dinən ya gecə ağlasın, ya gündüz. Bizim də halımız yoxdur onun ağlamaq səsini eşitməyə. Fatimə bilirsiniz nə cavab verdi? Dedi, Əli can onlara dinəni az qalıb, bir neçə gün dözsünlər. Az qalıb ömrümdən. Sabahki gündən, sabahki gecədən day bu səs kəsildi Mədinədən. Rahat yatın Mədinəlilər, öldü Fatimə. Day rahat evvüzdə yata bilərsiniz. Zəhranın nalə səsi səngidir. Xanım Zəhranı Əlinin qəmi öldürdü. Bilirdi Əliyə çox çətindir, o qəmə dözə bilmirdi. Əli səbr eləməli idi deyə Fatimə çıxdı meydana. Dini o müdafiə elədi. Canını Əliyə fəda elədi. Fatimə vilayət yolunun ilk şəhididir. Hər nəyi var idisə Əli əleyhissalamın yolunda verdi. Çox abır yığmışdı, izzət yığmışdı, hörmət yığmışdı xanım Fatimə Zəhra. O Peyğəmbər zamanından o hörməti, abrı zəxirə eləyib yığmışdı ki, bir gün xərcləsin. Həmin şəxs idi, hər dəfə otağa girəndə Peyğəmbər ayağa durardı. Fədaha əbuha, atası ona fəda olsun. Həmin Fatimə idi. Hər yerdə Peyğəmbər onun adını çəkirdi, ona hörmət yığırdı. Bilirdi bu bir gün hörmət Fatiməyə lazım olacaq. Nə yığmışdı, Əlinin yolunda xərclədi. Onlar görmüşdülər Peyğəmbərin nə qədər hörməti var Fatiməyə. Ona görə qapını, dedi mən indi qapını yandırıram. Biri bilirsiniz nə dedi ona? Dedi innə fihə lə Fatimə, bu evdə Fatimə var. Dedi və in, olsun Fatimə. Kim olur olsun. Hər şeyini xərclədi. Əlini qolu bağlı saxlamışdılar. Gözü qapıdaydı ki, görəsən kim gələcək, necə olacaq? Gördü Zəhra daxil oldu, dedi and olsun Allaha gedirəm. Atam Peyğəmbərin qəbrində sizdən şikayət eləyim. Deyib qolunu açdırdı, gəldi neçə dəfə dolandı Əlinin başına. Ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa, ya Əbəl Həsən. Dedi ruhum ruhua, canım canıva fəda olsun, ya Əbəl Həsən. İn kuntə fi xeyr, kuntu mək. İn kuntə fi şər, kuntu mək. Xeyirdə, şərdə, yaxşı günündə, pis günündə heç kəsin yoxdur. Bil ki, Zəhrom var, Fatiməm var, mən sənin yanındayam. Mübarizə apardı, hər şey verdi. Elə ki, hər şeyini xərclədi Əlinin yolunda. Axırda dedi, da mən bu qəmək dözə bilmərəm, Əlini bu vəziyyətdə görə bilmirəm. Ki, utandığından gözümə baxmır, gözünü məndən qasırdır. Ona görə uşaqları yığdı. Həzrət Əli, o məzlum Əli, bu gecələr bilmirəm xanım Fatiməyə ağlayaq ya Əlinin məzlumiyyətini ağlayaq. Deyir, o məzlum Əli dizlərin qucaqlayıb oturub, Fatimə diyanıb üzü qibliyə, xanım Zeynəb deyir ki, dedim anam indi şəfa istəyəcək, deyir əlini duaya qaldırdı, gözü ilə işarə elədi, deyir, ilahi sənə and verirəm bu məzlum Əlinin haqqına, day öldür Zəhranı. Day taqətim yoxdur Əlini bu vəziyyətdə görməyə. İmam Zaman ağanın anasının yasına gəlmişim. Ağanın özünü dəvət eləyirəm. Harda ana dünyadan köçər, oğul gələr qapıda dayanar. Ağanı dəvət eləyirəm ki, bu məclisə onun anasının əzadarlarına nəzər eləsin. Çox ağır müsibətdir İmam Zamanın anasının müsibəti. Keçən illərdə demişəm, heç vaxt bu sözləri danışmağın tərəfdarı deyirəm. Amma bugün əyyamdır. Sizdən soruşuram ki, birdən anavuz evə gələ, üstü başı toz torpaq ola. Hamı öz anasının gözünün qabağında canlandırsın.
üstü başı toz torpaq ola. Soruşasan ana nə olub sənə deyə yıxılmışam küçədə. Birdən biləsən ki, kimsə vurub onu yıxılıb yerə. Ondan nə hala qalarsan? İmam Zaman ağanın anasını küçədə yerə yıxdılar. Belə bir ananın yasına gəlmişik. Çox ağır qəminə şərik olmağa gəlmişik. Axır sözüm budur, gəldi, dedi, aparın məni atamla vidalaşım, atamın qəbri ilə. Düzdür, öz huzuruna gedirəm, amma gedim atamla vidalaşım, atamın görüşünə gedim. Qoluna girdilər, Mədinədə görmüsünüz, xanım Zəhranın evindən Peyğəmbər qəbrinə 20 addım yol yoxdur. Amma bilmirəm nə vəziyyətdə idi ki, yolu gedə bilmirdi. Dedi, qoluma girin, məni aparın. Yolda dedim, diyanın, oturum yerə, biraz dincəldi, gəldi. Elə ki, atasının qəbrini gördü, özün saldı Peyğəmbərin qəbrinə. Ya əbəta, rufiət qüvvəti, atada gücüm tükənib, qüvvətim qalmayıb, gücüm qalmayıb. Və şəmü təbi ə'dai, atacan düşmən cürət eləyib bizə. Düşmən cürət tapıb, əlini adamsız görüblər. Mədinədə Əli salam verir, cavabın verən yoxdur. Vəli kəmədu qatili, atacan, ya Rəsulallah, qəm məni öldürdü. Qəm məni öldürdü. Peyğəmbərlə vidalaşandan sonra Zəhra gəldi, dünyasını dəyişdi. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la